Hamiləliyin ikinci həftəsi. Bu həftədə də hələ ki hamiləlik baş verməyib, amma yumurta artıq seçilib və ovulyasiyaya doğru irəliləyir. Əgər hamiləlik planlayırsınızsa, ovulyasiya təqvimini yükləyib öz ovulyasiya günlərinizi hesablaya bilərsiniz. Burada nəyə diqqət etmək lazımdır? Bilməliyik ki, yumurta ovulyasiyadan sonra 24, maksimum 48 saat canlı qalır. Spermatozoidlar isə 2 ilə 5 gün arasında uşaqlıq yolunda canlı qala bilər. Ona görə ovulyasiya günündən 4-5 gün öncəsindən gün aşırı olaraq başlayan cinsi həyat, ovulyasiyadan sonra da 2 gün sonraya qədər uzanan sizin hamilə qalma ən yüksək olan müddətinizdir, pəncərənizdir və onu təqvimdən hesablayıb öyrənə bilərsiniz. Yəni ovulyasiyadan 5 gün öncə başlanılır, ovulyasiyadan 2 gün sonra bitir. O həftə sizin fertilliyinizin yüksək olan həftənizdir. Hələ ki döl yoxdur, amma sağlam həyata, sağlam həyat tərzinə diqqət edirik, fol turşumuzu içirik, zərərli vərdişlərdən uzaq dururuq, siqaret, alkoqol istifadə etmirik, yüngül sport növləri ilə məşğul oluruq.